Salam dostlar, bugünkü videomuzun mövzusu un qoyunla qoyunçuluğa başlamaq və nə qədər xərc çəkib və yaxud da ki, un qoyundan nə qədər gəlir götürmək haqqında olacaq. Gəlin videomuza başlayaq. Un qoyunla kiçik bir təsərrüfata başlamaq həm az riskli, həm də heyvandarlığın sirlərini öyrənmək üçün əla bir addımdır. Xərclər təbii ki, qoyunların cinsindən, onların saxlayacağınız yerdən və yemləmə strategiyasından asılı olaraq dəyişir. Cari bazar qiymətlərini nəzərə alaraq, un qoyunluq bir təsərrüfat üçün təxmini ilkin investisiya və ya xərc hesabatını sizin nəzərinizə çatdırmaq istəyirəm. 1. Heyvanların alınması. Birinci növbədə onu sizin diqqətinizə çatdırım ki, qoyunu saxlayacağınız ərazidən, yaşadığınız iqlimə və yaxud da coğrafiyasına uyğun yerli cinsləri almaq daha məqsədə uyğundur, daha yaxşıdır. Başlanğıc üçün adətən yerli iqlimə dözümlü qoyunlar. Məsələn, qaladır, qaradolaq və ya merinos və yaxud da ki, bozaq, məsələn, bizim zonada, Gəncə-Qazax zonasında saxlanılan qoyun cinslərindən biridir. Damazlıq dişi qoyun, şişək və yaxud da toğlu. Birinin qiyməti təxminən 300-350 manat arası dəyişir. Qoç bir ədəd kifayət edir. Sürü üçün yaxşı bir qoçun qiyməti 400-600 manat civarındadır. Cəmi heyvan xərci, 9 dişi bir qoç təxminən 3500-3700. Bu rəqəmlər tam, belə deyək də, biraz müəyyən qədər nisbi ola bilər. O bayaq dediyim kimi, rayonlara görə, regiona görə, qoyunun cinsinə görə qiymətlər aşağı və yaxud da ki, yuxarı olmağı mümkündür. İkinci növbədə yem və saxlama xərcləri. Əgər heyvanları otarmaq üçün pulsuz otlaq sahəniz yoxdursa və ya qış aylarında tam qapalı baxacaqsınızsa, yem xərci əsas maddə olacaq. Bir qoyun gün ərzində təxminən 1,5-2 kiloqram quru ot və 300-500 qram dənli yem, burada arpadır, kəpəkdir və yaxud da ki, başqa yem qarışıqlarını nəzərdə tuturam. Ot. Bir baş qoyun üçün il ərzində təxminən 15-20 ot bağlaması kifayət edir. Bu ot bağlaması da rayonlara görə dəyişir. Mənim fikrimcə, Aran rayonlarında daha ucuz başa gəlir ot bağlaması. Məsələn, yayda, keçən yayı nəzərdə tuturam, avqustun sonlarında Gədəbəydə ot bazarından yonca bağlamasının birini 6 manatdan almışdım. Ot bağlaması da Aran rayonlarından Gədəbəyə gətirilir. O da yəqin ki, məsələn, Aran rayonlarında 4-5 manata ot bağlamasını almaq olar. Belə deyək də, 10 baş qoyun üçün 600-1000 manat ota pul xərclənir. Qüvvəli yem də arpadır, kəpək, illik, burada belə deyək də, qiymətlər nəzərdə tutulur. Xüsusilə boğazlıq və doğum dövründə dən yemləri şərtdir. 10 baş üçün illik təxminən 500-700 azenlik qüvvəli yem nəzərdə tuturam. Üçüncü, tibbi xərclər və qulluq. Heyvanların peyvəndləri,
qurd dərmanları, vitaminləri və ildə 2 dəfə qırxılması mütləqdir. Yəni bu ildə 2 dəfə deyəndə məsələn bu mənim saxladığım yəni qoyunlar üçün belə deyək də Gədəbəy iqlimi üçün 2 dəfə qırxılmaq yəni soyuq olur da burada. Hal-hazırda məsələn iyun ayı olmasına baxmayaraq Gədəbəydə demək olar ki, əksər təsərrüfatlarda hələ qoyunların çoxu yəni qırxılmayıb və yaxud da ki, yeni başlayıblar qoyunları qırxmağa. Hava həm yağışlı keçdiyinə görə, həm də ki, havanın gecələr soyuq olmasını yəni nəzərə alıb belə eləyirlər. Aran rayonlarında, isti rayonlarda ildə 2 dəfə, yəni bir yazda, bir də üzü payıza doğru, yəni sentyabrda qırxmaq daha yaxşı olar. Bu xərclər vaxtında edilməzsə, tələfat riski artır. Dərman və baytaq xidməti illik, yəni nəzərdə tutulur. Yəni qoyun başına təxminən 20-30 manat, onun baş üstündə 200-300 manat. Tövlə şəraiti, yəni 4 tövlə şəraiti. Əgər hazırda heyvan saxlamaq üçün kiçik də olsa bir yeriniz varsa, bu xərc sıfıra enir. Yəni sıfırdan məsələn bir hər hansı axır deyək, tövlə tikmək kifayət qədər yəni sərmayə pul tələb eləyir. Yəni hazır tövləniz olsa sizin üçün daha ucuz, daha yəni gəlirli ola bilər. Yəni məsələn tövlə tikmək də xeyli xərc edir. Yoxdursa, yəni 10 qoyun üçün böyük bir yer lazım deyil. Təxminən yəni qoyun başına belə hesablayırıq da, yəni bir qoyunun tövlədə yer olaraq yəni 1,5-2 kvadrat ərazi yəni bəs eləyir. Təxminən yəni tövlədə 15-20 kvadrat qapalı sahəni nəzərdə tuturam, bəs eləyir. Bir də tövlədə yəni bu havalandırma normal şəkildə havalandırma olmalıdır. Yəni havalandırma əsasən tövlənin üst hissələrində olmalıdır ki, yəni heyvanlar yəni külək gələn istiqamətdə birbaşa qoyunların üstünə hava vurmasın. Və yaxud da ki, tövlənin içində yəni rütubətli, nəm olmamalıdır. Yəni bu heyvanlar üçün çox yəni mənfi cəhətlərdən biridir. Ondan başqa yəni tövlədə termometr asmaq daha yaxşı olardı. Çünki əsasən qoyunlar payız, qış və yaxud da yaza doğru aylarda çox vaxtı doğurlar. Həmən dövrdə də quzuların tövlədəki termometrə görə quzuların lazım olan dərəcənin istiliyi tənzimləmək lazım olur. Tövlədə də bayaq dediyim kimi müəyyən ola bilər ki, belə deyək də, axır düzəltməyə və yaxud da müəyyən yem qabları, müəyyən əl gəzdirmək üçün bir təxminən bir 500 manat da bunu nəzərdə tutaq. Bu günlük bu qədər dostlar. Gələn videolarda görüşənədək siz də öz fikirlərinizi şərh bölməsində yaza bilərsiniz. Sağ olun, salamat qalın.